İşğaldan azad edilmiş ərazilərdə içməli su və kanalizasiya infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində geniş miqyaslı işlər həyata keçirilib. Azərbaycan Su Ehtiyatları Agentliyindən verilən məlumata görə ən böyük su təchizatı sistemlərindən biri Xankəndi şəhərində fəaliyyət göstərir. Sərsəng su anbarı Azərbaycanın ən iri strateji su təsərrüfatı obyektlərindən biridir. Tərtər çay üzərində Ağdərə rayonu ərazisində yerləşən su anbarı 1976-cı ildə istifadəyə verilib. Ümumi tutumu 560 milyon kubmetr olan anbar ölkənin mühüm su ehtiyatlarından hesab olunur. Nəzərdə tutulub ki, bu anbarın yenidən qurulması bu il başlanılır, həyata keçiriləcək, yenidən qurulma işləri həyata keçiriləcək. Eyni zamanda bildiyiniz kimi 2022-2023-cü illərdə isə həm su qovşağının əsaslı təmiri həyata keçirildi, həm də Tərtər çay, sol sahil və magistral kanalın əsaslı təmiri həyata keçirildi. Qalan sağ sahil kanalı isə bu minalardan təmizləmə yekunlaşdıqdan sonra onun da əsaslı təmiri həyata keçiriləcəkdir. Sərsəng su anbarının uzunluğu 11,76 kilometr, eni 2 kilometr, maksimal dərinliyi isə 103 metrdir. Bəndin hündürlüyü 125 metr, uzunluğu isə 555 metrdir. Anbarın bəndində ümumi gücü 50 meqavat olan su elektrik stansiyası fəaliyyət göstərir. Sərsəng su anbarı 96.200 hektar torpaq sahəsini suvarmalıdır. 7 rayonu Bərdə, Tərtər, Goranboy, Yevlax, Ağdərə, Ağdam və Ağcabədi rayonları. Hal-hazırda aşağıda sol sahil magistral kanalı təmir olunubdur. Ondan 4 rayona biz su veririk. Təxminən 60 min hektar. Sərsəng su anbarı ümumilikdə 96 min hektardan çox əkin sahəsinin suvarılmasına xidmət etmək üçün layihələndirilib. Bu mühüm hidrotexniki qurğu ölkənin enerji təhlükəsizliyi və kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. İlkənə Vaqif qızı, Məhəmməd Həsənzadə, Space xəbər.